Salam. Bax bura kivi bağıdır, kividir, amma heyf hələ çaldı, yetişməyib, baxıram. Bilən yetişsəydi yeyərdim mən də bunlardan. Amma heyf yetişməyiblər hələ. Amma qəşəngdilər, iri-iri kivilər. Bax belə qəşəngdir. Elə bil ki, üzümə oxşuyurlar tosunu, üzüm salxımı kimi eyni. O vaxtı Cərrabada zada gedəndə orada belə pasinkaların, beton pasinkaların üstündə üzüm bağları var idi, sökülüb dağılıb indi yoxdur. O vaxtı xalam dilə gedəndə Cərrabada Toyazada bax belə üzüm bağlarını görürdüm, maraqlı gəlirdi. İndi də eyni oxşar, ağaçları da, salxımları da, bilmirəm nəyi. Meyvəsi oxşamır amma üzüm kimi boldur. Çünki bunları yetişdirirlər, baxırlar, qəşəngdir. Su şilankları falan var bura, amma dağın başında nə hündürlükdə yerdir. Hündür bir yerdir. Kənarları göllər, dənizlər, bilmirəm falan bəs məkan. Bax belə. Mənim işlədiyim yerin bağlarıdır buralar. Mən gül sexində işləyirəm, gül əkirəm, neynirəm güllərə. Xidmət edirəm. Dekorativ güllərə. Kivilikdən çıxdıq. Bura nar ağaçlarıdır. 5-6 dənə burada nar ağacı var. Qəşəng ağ narlar da bal kimidir də, bal kimi. Qəşəngdir. Bu tərəfdə də yenə şəftəli bağı var. Ne bileyim, armut bağı var orada qabaqda. Şəftəlilikdən orada ne var? Zeytunluq var yenə. Dedim gedib bura çata bilsəm. Yola azdım, o qədər qarma qarışıqdır. Buranı da çəkəcəm. Deyir bilməm bu gözəl kimdir, beləncik bəzənibdir. Gördükdə bunu büsbütün aləm bəgənibdir. İnsandımı, ay parçası mı, yoxsa mələkdir? Axır bilə bilməm ki, bu kimdən törənibdir. Tək mən deyiləm aşıqı bu canlar alanın, dünya və cahan arxası ilə sülənibdir. Sanki bu gözəldə, bu gözəllik qərə puldur. Aşık da dilənçi əl açıbdır, dilənibdir. Kimdir, nəçidir soruşar amma axır özündən bəsdir, dözə bilməm daha, səbrim tükənibdir. Sən də Məşədi baba hələ tərif eləyirsən, güya ki bu göydən yerə zəmbillə ənibdir. Həqiqdə Allaha qurban olum, elə zəmbillə ənmiş bir yerlərdir buralar, cənnət kimi yerlərdir. Bax, burada zeytun bağıdır. Gözəldir, heyrətamizdir. Adam nə bilim, uçur gedir. Bax, belədir qardaşlar, belə.
Zeytunlar hele çaldı ama. Bunlar da kivi kimi çaldılar. İnşallah yetişərlər. Bize de kısmet olar. Gelip yerik bunlardan. Kivilerden de, zeytunlardan da, almanı, armudu, narı bunlardan yemişik. Ama bu kivi ile zeytunun tadına bakammamışik. Acıdılar, çaldılar hele. Erkekler. Ne bileyim belə. Kimin Allah reisir bir yerlerde gezmek herkese kısmet olsun inşallah bu güzellikleri görmek. Çok şükür Allah'ın büyüklüğüne. Hoşuma gelir böyle yerler ve buradayım. İşlediğim işin de gülün de videosu var. Şekili var ne bileyim falan. Onlardan da buralara çekerim, koyarım bakarsınız istəsiz.